tarix kimsəni bağışlamır, əgər onu unutsan. Bizim həm də dini əsaslarımız, müqəddəs məkanlarımız mövcuddur. O ellərdə, obalarda onları da ziyarət edib, xatırlamaq bizim üçün çox önəmlidir. Dəyərli tamaşaçılarımız, bizim Sadaxlı elində çəkilişlərimiz davam eləyir və biz növbəti, belə deyək, danışacağımız bir məsələ isə bu eldə, bu obada sınanmış seyidlərdən olan Mir Abdullah ağanın həm həyatından, həm onun, belə deyək, gördüyü işlərdən bu eldə, obada, eləcə də onun kəramətləri haqqında söhbətlərimiz olacaq və biz hazırda evində qonaq olduğumuz şəxslər isə o Mir Abdullah ağa ilə çox yaxın bir ailə olublar, çox bir, belə deyək, get-gəlləri olub. Bütün onların haqqında bütün məlumatları demək olar ki, onlar bizə daha yaxşı verə bilərlər deyə biz məhz bu ailənin, bu ocağın qonağı olmuşuq. İnşallah ağsaqqallarımızı tanıyaq və ondan sonra söhbətlərimiz davam edəcək. İnşallah. Acağa, əvvəl xoş gördük sizi. Sağ ol Qadan Alim, canım sağ ol. Qada görməyəsiniz. Deyərdik, sizi tamaşaçılarımız tanısın, özünüz haqqında məlumat Sağ ol. Mən Sadaxlıyam, özdə Xaqnazarov Sərəfil Əmiroğlu. Sadaxılda yaşayıram, özümün də 79 yaşım var. Büyündə də mən Sadaxılda yaşayıram, özüm də tarixi, bax elə nə qədər yaşım var, Sadaxılda yekələnmişəm, burada oxumuşam, burada işləmişəm, təsərrüfatda bir qədər işləmişəm, yaxşı, hər işlər görmüşəm da, yaxşı işlərdə. İndi həmən mənim özümün belə həyatım, bax bu mənim həyatımdır, o da mənim həyat yoldaşımdır. Mən həmişə xeyir-haqlığa çalışmışam. Allah sizdən razı olsun. İnşallah həmişə də xeyir-haqlığa çalışmağa imkanım var. İnşallah, Allah razı olsun. Bax, istəyərdik elə gəlişimizin məqsədinə keçək. Seyid Mir Abdullah ağanın haqqında, onun kəramətlərindən, onların sizlə... Mir Abdullah ağanın haqqında hər cürə söhbət eləmək olar. Mənim canım üçün, bax bu qoca canım üçün. Mir Abdullah ağa elə bir ağadır ki, həqiqi seyiddir dana. Onların bu elə gəlişindən danışasınız biraz. İndi bunların buraya gəlməsi, ay bala, bunlar mənim hesabımla da mən bu ağlıma gətirəmirəm. Amma mənim bilməyimlə 45-46-cı illərdə buraya əliflər onlar, Sadaxlıya. Burada da gedib müsallı deyirlər də, damları var imiş. O damlarda bunlar dururlarmış. Bunun bir cavanca qardaşı Unus adı, Mirinus deyirlər də, Mirinus ölür. Öləndə də buna para ilə bura basırırlar, basıranda bunun baxandırırlar, damın bacasının ağzından işıq yanır. Burada ləmpə yox, bir şey yox, o zaman da svet yox. Deyir, bu gedəndə baxırlar, görə şam yanır, paltarın üstə. Ondan bu Sadaxılı tasdiqladı ki, bunlar məşhur seyiddirlər. Allah hörməti olan seyiddirlər. Bəli, seyiddirlər. Onların sizin ailənizlə olan... Bizim ailəmizlə onlar oldu, ondan sonra yaxın qardaş kimi, dədəmə qardaş deyildi, mənim dədəmə. Deyildi, sən mənim qardaşımsan. Həmən onun qardaşının o zaman kümbəz yox idi. Getdi mənim dədəmlə, həmən kişi bu üst tərəfimizdən belə günöy daşı deyirlər ona, yastı, uzun çıxır. Onlardan bəlin şirin gətdilər, orada ona bir balaca dula qayırdılar, belə yer qayırdılar şam yandırmağa. Dədəm də atını qoşdu, getdi firqonunla, tikən getdi, 4 yanlı şəpərlədi bunun. Ondan sonra oraya ölən həmən bu zadlardan, ababallardan, seyidlərdən ölənləri oraya basırdılar. O yığışdılar, sonra bu kişinin əl-ayağı tutanda da Sadaxıl da kömək elədi, özləri də kömək elədi. Mirnusa zad qoydular, kümbəz qoydular. Daha, bax mənim bu yoldaşım gəlirdi, aparırdı, pərdələri sökürdü, gətirirdi, burada yuyurdu, tülüyürdü, aparırdı pərdələri, cənə tuttururdu, mənim yoldaşımı öyətiriydi, Mir Abdullah. İndi onun
Uşaqları Xacə bəyim də yanımda böyüyüblər. O indi maşallah olsun, daha özünün həyatı da var, oğul uşağı da var. Maşallah. Nəvə nəticəsi hamısı da var, şükür Allahın birliyinə. Lap yaxşı. Hə, indi nə tərdiyim, onu boy qayırdıq, 4 yanı setkiyə saldıq. Ondan sonra gəldi Miravdırlar ki, burada mən də yığın yığdırıram. Bura bizim üsyanımız Tənbəkidir. Bir 3-4 nəfərik. Bunun qurban gətiriblər kəsməyə orada. Qapının ağzı kilitlidir. O zaborunda nə mal da girməsin. Biz deyirik, yoldaşlarımla deyirik ki, bunu gəlin Miravdırlar indi açmağa əliyirdə nə qabaqla. İnanın Allaha. Belə durdu. Əli də bax belə. Nə dedi, nə qarıca, qapı laybalay yer asıldı özü. Sizin gözünüzün qabağında. Gözümüzün qabağında, qanımız qurududan ha, ay, mövcüzədir. Avdılladır Beydillin, Bayramqulun avdılladır. Mənim, xeyli adam yıxdan ha, İsaqov Məhəmməddir, Şərifdir. Böyle, qardaş, daha deyirik. Ondan sonra bu kişi mənim dədəmə dedi ki, sən öləndə səni bura basıraq. Sən mənim qardaşımsan. Sonra ona dedi ki, bu dedi, qoymayacaq, aparıb öz oraya yekə qavırsanlığa basıracaq səni, bura basırmayacaq. Əmmə dedi, səni oraya basırsınlar, sırrını mən buraya gətirəcəm səni. Allahın adı haqqı, bax. Elə də. Bax, durun, Anır yanında bizim orada İzzət adlı Bayramqulun bir oğlan var idi. Gecə yatanda örür ki, mənim dədəm ölüb. Vəqəsində deyə gördüm bir dəyirmi papaqlı, göy papaqlı. Bəni göy atdı. Tırqonla bir kişi gedir. Deyim, gəldi bana salam verdi, deyir, salam əleyk, deyim, deyir, əleyk salam. Deyir, Haqnazarın əmrinin hardadır? İrəldədir mi? Dedim, deyir, irəldədir. Hə, dedim, bəs sən ha, neysən əmri, ha, neysən? Deyir ki, Haqnazarın əmri ölübdür, cınazası düşüb. Mən onu götürməyi edirəm. Vəqəsində bilirsən, bu seyidlərin babalarıdır mı, kimdir, nə bilim? Kimdir? Bu arvadına deyirəm, inanamıram. Bir yürür bulağı edinə, gör arvadlar nə söylür. Doğrudan da əmir şölüb yoxsa yoxmu? Arvad geri yürür, şaya əmir şölüb deyir. İndi bunların bax belə mövcüzəsi var, bunların belə tarihi var, bunların belə zadı. Ondan sonra dədəmi mən apardım, oraya basırdım. Boymana deydi, basırmana baxma, dədəni mən buraya gətirəcəm, dədən burada olur. Ondan sonra kişinin özü məhrum oldu. Miravdırlar kişinin. Ona da küçünbəz qayırdı, sağ olsun, Xacə bəyimcil, yaxşı qulturunu. Burada biz də onun nəzirini, sadaqlı cəmaatı gedir, nəzir qur, ziyarət eləyir, niyyət eləyir. Öz də niyyətin, inan Allahına, nə deyirsən, elə bilirsən, eləcə bax qavanını əldən. Bax, elə bir gözəl seyidlərdir. Belə seyidləri mən həmişə minnətdaram. Öz də mən bunların qarşısında baş əyirəm. Özüm də bəri bax, Allah haqqı. Dizimi yerə qoyub həmişə onlara ziyarət eləyirəm. Allah qəbul eləsin. İndi nə deyim, hər nə cəhətdən desən, onları mən yaxşı tanıyıram. Bax, anam burada, onun qonağı gələndə, onlar stansiyada dururdular, irəldə. Onların qonağı gələndə anam burada bax, fırını yoğduyurdu, çörəyə pişirtdirirdi, xurcun deyirik. Atın belinə aşırırdı dədəm, xurcunu da çörəklə doldururdu, aparırdı, qonaqlarına verir, dədəm gəlir. Bax, belə, bizim belə atnaşenimiz olub, belə yaxşı bir-birimizə hörmətimiz olub. Allah köməyiniz olsun, Allah sizdən razı olsun. Biraz da nənəmiz eşidək inşallah. Nənə, sizi də xoş gördük. Xoş gününüz olsun, xoş gəlirsiniz. O kişinin adından gəlirsə, mən sizə qurban olum. Əstağfurullah, Allah köməyiniz O kişi gözəl bir bəndi idi. Mən istəyərdim sizi tamaşaçılarımız tanısın. Bir adınızı deyərdiniz inşallah. Adım Pərcahan. Laf gözəl.
Hər nənə, indi istəyərdim ki... Pərcahan. Pərcahan, bəli. İstəyərdik ki, biraz bax, siz orada xidmətdə olubsuz, görübsüz, çox gediş-gəlişiniz olub. Bax, elə siz biraz danışasınız. Mən onu, bax, birinci onu deyim sana, unut, qardaşı, unut. Buradan Kümbəldən hələ 16 yaşı idi, cavan uşaq idi. Yengəsi ilə Miradula dayımın yoldaşı ilə, Miradula dayım frontduymuş o vaxt. Baravar odundan gətirirlərmiş, qışda odun gətirirlərmiş. Gəlir, haraya bastırılıb, orada ağacını birini yerə qoyur, belə yerə sancır. Deyir, ay yengə, mən bu yaxınlarda rəhmət edəcəm, məni buraya bastır. Həmən uşaq haraya deymiş, deyib, ağac keçirib, oraya da bastırıldı. O bastırılandan sonra ağırın əlim, o bir vaxt deyir, arvad açmır da, deyir ki, deyərlər, qarv adamdır, dolanmadan ötürü eləyir. Gül yox, gecə bunun paltarının üstə marallar gəlir, ziyarat eləyir. İlan gəlir, ziyarat eləyir. Arvad xayla qorxur, bunu açmır. Sabah açılır, arasından bir iki gün keçir. Sən gəlirsən, oradan işləyirsən, mən gedirim. Kim gedir? Deyir, unusun üstə 5-6 şam yanır. Bununla da sınaqlı bir ocaqdır. Bu uşaq gəlir, bir gün elə olur, uşaqlara deyir, gəlin varaq, deyir, göz yığmaq edək meşəyə. Gedirlər göz, bu zaman deyir, göz harada, deyir, gəlin siz gedək, meşə o götürür, mən sizi yığacam. Həmən uşaq gedir, bunların yanına bir neçə uşaq gedən deyir, vallah, ağac elə deyir, yatır göz. Hərəsi bir meşə o göz yığır. Xeyli bəri gələn deyir, ay uşaqlar, gəlin dalda iradaq, deyir, yaman dolu yağacaq, deyir, bizi dolu incidəcək. Başına hərinim, kim ona inamı gəlir, dalda ilanır. Uşağın çoxu da inam gətirmir, çıxır gəlir. Dolu gəlir, nə gəlir? Bunları eləyir, şil küt eləyirdi. Dalda ilanmayanları. Bax, bu uşağın belə işləri də olub. Qaldı Miravdula dayım, gəlirdi bana deyirdi, gəl gedək deyirdi, Kümbəldə bir horu, unusla danışayım, qardaşınla. Gedirdim ağırın əlim, mən süpürürdüm, silirdim, hərlənirdim, o qardaşımla danışırdı. İndi mən bunun kişinin danışdığını eşidirdim. Həm də mən onu eşitmirdim ki, o nə deyir. Görürdüm, yalvarır, Aynus, bu iş belə olub, o iş, oyunda nə iş olub. Onunla unusla danışırdı, çıxırdıq, gəlirdik. Mənim də 4 qızım vardı, oğlum yox idi. Gəldi, bir oğlum oldu. Olanda 3 gün idi, anadan olmuşdu, gəldi. Dedi ki, qundağı belə qucağına aldı, baxdı, dedi. Ay, dünya qaçaq gəlmiş, dedi. Gəlib çıxsan, dedi, bir qırdan batırdı, köynəyindən keçirdi, dedi. Bu, dedi, bizim balamız, sənin yox, bizim balamız. Mənim dədəmin adı Əhməd. Dədən Əhmədə dedi, od qovu, od duyacaq, dedi. Ona görə ki, biz yaman kür oluruq, dedi. Hövsələsiz oluruq. Ənbə, dedi, yekələrin belə oğlan olacaq, özü də, dedi, tustaq da olacaq. 3 günlük uşağa. Bu uşaq deyir, tustaq da olacaq. Bu bana bir tıqqat qaldı ki, bu niyə belə deyildi? Gəldi ağırın əlim, şər elədilər, bacım oğlunu gürcülər öldürdü, buna da şər elədilər, il yarım iş kəsdilər. Qalasını da çəkdi. Bunun hamısı bir şəhad olan şeydir. Mənim qaynənəm fırını yoddur, çörək pişirirdi. Bu gəlirdi, düz varaq gedək, deyirdi, Mamir Əbdullah dayı, azaddır qədərin adı, azad ağlayacaq. Ahan deyirdi, ay gəlin, bu da sənin azadın. Yürüyünü dingillədirdi. Gedirdik, nə bilim, 5 saat, 6 saat, mən onunla da oralarda hərlənirdim. Gələn dönürdü, bu həncər yürüyür, qalib, o yürüş əyləşməyib. Uşaq da yatır rahat. Bunların hamısını mənim gözüm gördü, özüm əvdala. Allah hamıya yaxşı gün qismat eyləsin. Onlar kimi göz açıq, onlar elə hesab eləyin, qadan alayım. Mən nə deyim, Sadaxılın ağsaqqalıdırlar. Sadaxılın bax, büyündə gəngəşlik yeridirlər. Darxan adam üstlərinə edir, ziyarat edir, darxmadan çıxır. Bunlar elə bir gözəl kəsdələrdir. Mənim özümün gözüm gördüyü ağaran alayım. Elə işləri var idi, bir Abdullah dayımın. İndi Allaha şükür olsun, yaxşı da balaları var, yaxşı da nüvələri var. Xacə bəyimin yaxşı adında qov, yaxşı oğlu var, uşağı var, Bakıda olurlar. Nə deyim, qadan alayım. Allah sizə də uzun ömür versin. Amin, Allah razı olsun. Can sağlığı versin. Həmişə bax, bir də xeyir işlərdə olun. Bir gördüklərimiz odur.
Allah sizdən də razı olsun. Allah sizə də indən belə də xoş, bərəkətli ömür versin inşallah. İndi çay qoyum. Bir stəkan çay için. İnşallah. Allah razı olsun. Verilişimizi tamamlayaq inşallah. Allah Sizin də yenə canınız sağ olsun hər ikinizin. Allah həmişə işinizi bax belə gözəl işlərə həmişə gedin, yaxşı tərdən intervyu götürün. Cəmaatımızı başa salın. İndi sənin bu şeylərini, məsələn, mənim sən aparıb ki, verəcəksən efirə. Bunun hamısı görünən cəmaata nə qədər xoş gələcək, həm də sizə can sağlığı arzu eləyirlər. Mən də can eləyirəm. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun. Mən hər ikinizin əlinizdən öpürəm. Allah köməyiniz olsun. Bizi evinizdə qonaq elədiniz. Gəlin, gedək özü də çay çək. İnşallah, inşallah. Verilişimizi tamamlayaq, keçərik. Dəyərli tamaşaçılarımız, biz hazırda seyidlərin ziyarətindəyik və seyidlərin kümbəzlərinin yanındayıq, belə deyək. Mən qeyd eləmək istəyirəm ki, bax, hazırda dayandığımız, arxamızda gördüyünüz bu kümbəz Mir Yunisin kümbəzidir. O özü ölümündən bir həftə qabaq bu meşədən, gördüyünüz o meşələrdən gələndə yanındakılara deyib ki, mən bir neçə günə yaxın vaxtda dünyamı dəyişəcəm və özü əlindəki asasını, ağacını, belə deyək, bura, bax, həmən bu yerə sancıb, deyib ki, vəsiyyətim də budur ki, məni burada dəfn eləsinlər. Elə ona görə də məhz Mir Yunis ağanı elə burada da dəfn ediblər. Ondan başqa mən onu da qeyd edim ki, Mir Abdullah ağanın da biz hazırda ziyarətindəyik və onun kümbəzi də buradadır. Mir Abdullah ağanın, belə deyək, kəramətlərindən danışdılar, dəyərli ziyalılarımız danışdılar. Mən bir şeyi də qeyd edeyim ki, bir neçə illər bundan öncə Ermənistan Azərbaycan müharibəsi gedən vaxtı burada Gürcüstanda yaşayan Azərbaycanlılar da təhlükə altındaydı və bunlara da bir çox təhlükələr yaradırdılar. Həmin vaxtlarda bu sərhəddə yaxın kəndlərdə yaşayan Azərbaycanlılar demək olar ki, köçüb gedirdilər. O Seyid Mir Abdullah ağa isə bu kəndə, bu el obaya deyib ki, heç kəs buradan tərpənməsin, mən özüm kəfil olam və mən Allahdan kəfil olub sizlərə deyirəm ki, heç kəs buradan tərpənməsin və heç kəsə burada heç bir xətər yetirilməyəcək. Hər kəs sağ-salamat öz kəndində, elində, obasında qalacaqdır. Elə də olub bu kənddə, bu eldə, bu obada heç kəsin, belə deyək, burnu belə qanamayıb. Və beləcə də bu kənddə hər kəs öz ailəsində yaşayıb, bu günə qədər də yaşamaqda davam edirlər. Sevimli tamaşaçılarımız, bax beləcə dəyərlərimiz verilişinin bu sayda Sadaqlı kəndində sona yetdi. Gələn verilişlərimizdə yenə ellərimizin və kəndlərimizin dəyərləri sədası ilə görüşmək ümidi ilə sizinlə sağollaşırıq. Sağ olun, Allaha əmanət olun.